Mən 382 A qrup tələbəsi Usubov Rüfət. İxtisasım istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyidir. Düzü bu akademiyanın seçmə səbəbi nə oldu ki? Mənim yaxın dostum bu akademiyada abituriyent olan vaxtı 4-cü kursudur. Bu akademiya haqqında gözəl fikirlər danışdı. Məsələn, tələbələr olan münasibətdən, rəhbərliyin tələbələr ilminin qayğısından və yüksək bilik səviyyəsinə keçirilməsindən, praktikaların tam şəkildə keçirilməsindən, tələbələr ayrı diqqət, qayğı. Mənim fikrim başqa universitetə idi sözünüzü. Başqa ixtisası başqa. Amma bir dostumun bu sözlərindən sonra fikrim bu akademiya eləməlidir və daha da araşdırdıqca bu akademiya haqqında gözəl fikirləri mənə qane edir. Sözünüzü dostumun sözünə inanıb gəldim bura və gəldim və gözlədiyimdən daha çox müsbət fikirlər gördüm akademiyada. Məsələn, bu akademiyada demək olar ki, indiki zaman heç bir akademiyada, heç bir universitetdə tələbələr üçün pulsuz bir nahar yoxdur. Tələbələrimiz var, imkansız tələbələrimiz var. O tələbələr üçün pulsuz nahar yoxdur. Məsələn, başqa bu akademiyanın gözəl yataqxanası var. Tələbələr üçün gözəl yataqxanası var. Bu yataqxanada hər cür şərait, hər cür tərs. Məsələn, demək olar ki, günün istənilən vaxtı yataqxanada isti su təmin olunur. Səhər, günorta, axşam və yaxud başqa. Tələbələr üçün yataqxanada kinoteatr zalının açılması, demək olar ki, tələbələrin ən xoşuna gələn ideyalardan bu, tələbə həmkarlar təşkilatının təklif edən ideyalardan biri bu oldu. Başqa, məsələn, tələbə həmkarlar təşkilatının təklif elədiyi tələbələr üçün yataqxanada Wi-Fi-ın çəkilməsi ən yaxşı tələbələrə xoşuna gələn ideyalardan biri. Çünki bir dəqiqə hər bir tələbə Wi-Fi-dən, internetdən gözəl istifadə edir və bilik səviyyələrimizi ən çox artırdığımız vasitələrdən biri internetdir və ola bilərsən çox kitabxanaya şərait olmayanlar, gedə bilməyənlər məcbur qalırıq internetdən kitabları axtarırıq. Tələbə, ən çox akademiyanın xoşuma gələn müsələklərindən biri burada tələbə həmkarlar təşkilatının tam şəkildə öz səviyyəsini artırmasıdır. Məsələn, tələbələr üçün təşkil edilir pulsuz gəzintilər, kinoteatrlar. Təcəllüzən akademiyada tələbə həmkarlar təşkilatı öz tələbələrini aparmışlar. Nizami kinoteatrında axırıncı kino Dərvişin qeydləri. Gözəl kino idi, Azərbaycan kinosu və səmimi kinoda olan hər şey akademiyalarını demək olar ki, əsas kinonun məqsədi ondan idi ki, rəhbərliyi biz onu başa salmaq istəyir, orada olan səmimiyyət. Yəni, gərək orada kinoda bir-birimizdən səmimi və mehriban olaq. Demək olar ki, bizim tələbələrimiz bir-birimizdən səmimi və mehribandır. Başqa elə universitetlər var ki, məsələn, sadəcə elə belə tələbəlik həyatı gedir. Amma bizdə elə yox. Bizdə tələbəlik və dostluq həyatı gedir. Burada elə olanlar qalmış, elə yaxın insanlar qalmış ki, və həqiqətən onlara qısa müddət ərzində elə dəyər vermişik ki, və demək olar ki, verdiyimiz dəyəri bizim gözlədiyimizdən daha çox da doğruldular. Başqa demək olar ki, mən bu akademiyasının hər şeylə tam razıyam. Məsələn, diplomu akademiyanın, mənim ixtisasımın avtomatikanın diplomu 167 ölkədə tanınır. Praktikam isə tam şəkildə. Praktika üçün müəllimlər, Faiq müəllim bizi yayda öyrətdiyi, demək olar ki, indiyə kimi yadımızdadır və tam şəkildə bizi qane edir. Başqa akademiya deməsi yenə deyirəm, tam şəkildə akademiyadan hər birimiz qane edir.